Ağıl dişlərini çəkək yoxsa çəkməyək? Pasientləri həmişə ən maraqlandıran suallardan biri də bu olur ki, dişimiz birinci soruşduqları söz olur. Dişimiz tezmi düzələcək? İkincisi isə ağıl dişlərini çəkməyə ehtiyac var ya yox. Ağız boşluğunda breketlər olanda aktivasiya yaranır. Yəni qan dövranı çoxalır və bu zaman ağızda olan hər hansı bir retensiyon diş və həmçinin ağıl dişlər çıxmağa başlayır. Və bu zaman yeri yoxdursa, onlar sıxmağa, ön dişləri sıxır və bu sıxır, harda zəif dişlərimiz var, bunlar əsasən ön dişlərimizdir. Onlar başlayır əyilməyə və irəli geri getməyə ki, o yer açılsın, o biraz çıxa bilsin. Pasientlər deyir ki, ağıl dişlərim qalsa olarmı? Təbii ki, olmaz. Yer olsa, onsuz da dişlər cərgədə olardı. Və üstəgəl ağıl dişlərinə yer olsa, onlar da gələcəkdə öz yerinə çıxarlar. Ancaq onlara yer olmadığı üçün və bunlar artıq atavizm sayıldığı üçün, istifadə olunmadığı üçün get-gedə artıq çənələr balacalaşır və onlara yer olmur çıxmağa və bununla da onlar sıradan çıxır. Ağıl dişlərinizi çəkdirməsəz, ən yaxşı variantda dişləriniz əyiləcək, ən pis variantda isə siz ağıl dişi özündən qabaqki dişi çıxmaq istəyir, çıxa bilmir. Özü də çürüyür. Ondan qabaqki dişin kök səviyyəsində çürütdüyü üçün siz iki dişinizi birdən itirirsiniz. Və bu zaman yəni sizin 2 malyar dişiniz heyf olur, gedir.